Hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz Newtonun qanunları olacaq. Diqqətlə dinləyin. Deməli, Newton 3 qanunu keçəcəyik. Newtonun birinci qanunu ətalətlik qanunu da adlanır. Deməli, elə hesablama sistemləri vardır ki, cisimə qüvvə təsir edirsə və ya etmirsə. Edilən təsirlər bir-birini tarazlaşdırırsa, bu Newtonun birinci qanunu adlanır və cisim ya sükunət halındadır, ya da düz xətti bərabər sürətli hərəkət edəcəkdir. Deməli, nəticə etibarından görürsünüz ki, qüvvələrin əvəzləyicisi 0 olmuşdur. Bizə lazımdır ki, əsas testdə bunu necə nəzərə alacağıq. Deməli, mütləq əvəzləyici qüvvə 0 olur. Bu zaman təcildə 0 olacaqdır. Qrafik şəklində göstərib 0 xəttin üstündə olacaqdır və ya əgər qrafik 0 xəttin üzərindədirsə, deməli, cisim ya sükunətdədir, ya da düz xətti bərabər sürətli hərəkət edir. Tutalım ki, deyir ki, əvəzləyici qüvvə 0 olarsa, aşağıdakı qrafiklərdən hansı doğrudur? Bir verir V-nin sabit halı, bir də verir deməli 0 halı. Əgər hərəkət edən desə sabit halıdır, bu şəkildə olacaq hərəkət edən. Yox, əgər hərəkət edən deyilsə, yəni sükunət vəziyyətini götürəcəksiniz. S-in T-dən asılı düz xətti bərabər sürətlə, yəni dıbışda hərəkət edən bu şəkildə olacaq, sükunətdə isə 0 bu şəkildə olacaqdır. Yadda saxlamaq üçün qısa olaraq təcil sistem inersial hesablama sistemi adlanır. Məsələn, bu nə deməkdir? Tutalım ki, düz xətti bərabər sürətli hərəkət edən üfüqi şosedə cismin hərəkəti İHS-dir. Lakin düz xətti bərabər sürətli hərəkət etdikdən sonra istiqamətin dəyişibsə, bu artıq təcilli hərəkətli İHS olmayacaqdır. Bir İHS-dən digər İHS-ə keçdikdə fatma dəyişmir. Bu nə deməkdir? Deməli, bir İHS-dən digər İHS-ə keçəndə qüvvə, təcil, zaman, kütlə, bunu da əlavə olaraq təcil kimi yadda saxlamaq olar. Məsəl üçün, tutalım ki, qısa olaraq bir misal göstərək. Tutalım, Rüstəm topu atır, 3 saniyə sonra yerə düşür. Digər uşaqlar da avtobusdan düz xəttə bərabər sürətli hərəkətlə yanından keçirlər. Sual: avtobusda gedən uşaqlara görə Rüstəmin topu neçə saniyə düşübdür? Təbii ki, saniyə zamandır T, Fatmada da T var, deməli T dəyişmir. Cismin öz sürətini sabit saxlama əsası ətalətli adlanır. Qısa olaraq misal göstərə bilərik ki, tutalım ki, 120 ilə gedən avtomobil, saatda 120 km-lə gedən avtomobil anidən tormuz verir və qarşı tərəfdə oturan sərnişin kəməri bağlamadığından parpresə tərəf hərəkət alır. Bu öz sürətini sabit saxlamaq istəyir ki, qabağa doğru hərəkət edir. Və ya tutalım, sudan çıxan itin silkələnməsi, yəni suyu belə deyək, bədəndən atması yenə ətalətlik adlanır. Kütlə cismin ətalətlik ölçüsüdür. Cismin kütləsi ilə tanış olaq, M hərfi ilə işarə olunur. Vahidi kiloqramdır, tərəzi ilə ölçülür. Skalyar kəmiyyətdir uşaqlar. Tərəzində 3 formasını keçmisiniz 6-cı sinifdə. Qollu tərəzi, yaylı tərəzi, bir də elektron tərəzi. M bərabərdir rho və bəzən yaylı tərəzində çəkini ölçən, yəni dinamometr kimi də bəzən baxırlar. M bərabərdir rho V düsturundan, deməli, aşağıda baxacaq, M rho ilə V ilə düz asılıdır. Bu 2 kürənin kütlə düsturdur, M bərabərdir 3/4 Pier kubu rho. Yəni, kürənin kütləsi ilə onun radiusu kubik asıdır. Məsəl üçün, polad kürə var, radiusunu 2 dəfə artırsaq, kütləsi 8 dəfə artacaqdır. Cismin sıxılığı rho hərfi ilə işarə olunur, vahidi kiloqram bölü metr kubu və ya qram bölü litr, ariometrlə ölçülür. Bircin cismin sıxlığı, uşaqlar, bir maddə olduğundan kütlədən və həcmdən asılı deyil. Məsələn, tutalım ki, mis kürənin tutalım kütləsini 3 dəfə artırsa, sıxlığı necə dəyişər? Dəyişməz. Çünki sıxlıq mis üçün, məsələn, 1000 nə qədərdir? Rho bərabərdir M bölək V düsturunu görürük. Ariometrin iş prinsipi Arximed qanununa əsaslanır. Ariometr burada A, burada da A var. AA kimi yadda saxlaya bilərsiniz. Cismin həcmi V hərfi ilə işarə olunur. V bərabərdir M bölək rho. Əgər kütlə sabitsə V rho ilə tərsdir. Sıxlıq sabitsə V M-lə düz asılıdır. Vahidi metr kubu litr. Həcm menzurka ilə ölçülür. Bu nə deməkdir? Mayenin həcmini menzurka ilə ölçə bilərsiniz. Və ya bəst cisimin də həcmini menzurka ilə ölçə bilərsiniz. Əlavə onu deyərək ki, 1 kub metr 1000 litrdir. 1 litr 0,1 kub metrdir. 1 litr 1 desimetr kubudur. 1 millilitr 1 kub santimetrdir. Bunun ən yaxşı misalı, məsələn, tutalım ki, 5 milli
şprislər olur. 1 millisi 1 kub santimetr kimi adlanır. 1 litrdə 1 desimetr olaraq ki, məsələn, 10 santimetr belə, 10 santimetr belə, 10 santimetr də belə deyək də lövhəyə tərəf olsun. Qüvvə F hərfi ilə işarə olunur. Vahidi Newtondur. BC-də vahiddir. Bax, uşaqlar, əsas vahid deyil. BC-də vahiddir. Bu da bərabər kiloqram vurulsun metr böl saniyə kvadratı. BC-də törəmə vahidlərindən açılışıdır. Demək, vektorial cəmiyyətdir. Qüvvəni ölçən cihaz dinamometr adlanır. İş prinsipi Hooke qanununa əsaslanır. Qısa olaraq Hooke dinamika. Qüvvənin cismə təsiri asılıdır. Mütləqdir. Bütün qüvvələr üçün doğrudur. Yəni, söhbət vektorial cəmiyyət olaraq qüvvədən gedir. 1. Modulundan, tutalım ki, 3 Newtondan zərbəni vurubsuz, yoxsa 5 Newtondan. 2. Tətbiq nöqtəsindən, tutalım ki, hardan vurmuşsuz zərbəni, onu göstərir. İstiqamətindən sağa, sola, yuxarı, aşağı bu şəkildə. Qüvvə cismə ya təcil verir, ya da onu deformasiya uğradır. Məsələn, tutalım ki, kitabın üstünə möhkəm əlinizdən yumruqla vursanız, üstdən aşağı kitab qismən əzilir, yəni deformasiya uğrayır. Hərəkət yoxdur. Ya da azca qabağa doğru qüvvə ilə itəlirsiniz, bu zaman isə təcil mövcud olacaqdır. Belə yadda saxlamaq olar ki, təcil həmişə əvəzləyici qüvvə istiqamətində yönəlir. Bir dənə qeyd nəzərinizə çatdırım ki, bəzən uşaqlar elə bilir ki, təcil həmişə sürət belə deyək, sürətlə mühattabdır. Xeyr, təcil həmişə sürətin dəyişməsi ilə. Məsələn, tutalım ki, sürət azalır. Uşaqlar bəzən qarışdırır, deyirlər ki, təcil də azalır. Xeyr, əgər sürət azalırsa, təcil sürətin dəyişməsi çoxaldığından təcil artır. Ona görə həmişə yadda saxlamaq olar ki, təcil əsas əvəzləyici qüvvə ilə mütənasibdir. Cisimlərin qarşılıqlı təsir ölçüsüdür qüvvə. Bir cismin digər cismə təsirini xarakterizə edən kəmiyyətdir. Məsələn, topa zərbə vurursunuz, top da sizin üçün eyni qüvvə ilə geri qaytarır. Əvəzləyici qüvvənin tapılma qaydası deməli eyni istiqamətdə yazılıb, cəmlənəcək əksdə çıxılır və böyük qüvvə istiqamətində yönələcək. Tutalım 10 Newton sağa, 8 Newton sola, ondan 8-ə çıxacaqsınız, 2 Newton böyük qüvvə, yəni sağa doğru yönələcək. Perpendikulyar onda bu şəkildə, istənilən bucaq altında isə bu şəkildə olacaq. Əgər yadınızdadsa, sürətdə belə bir şey yazmışdıq, amma sürətdə minus yazmışdıq, Kosinuslar teoremi kimi. Burada isə plus olacaqdır. Newton 3-cü qanunu, deməli, Newton 2-ci qanunu əsas nəticədir. Yəni, testdə necə düşəcək? Əvəzləyici qüvvə sabitdir, bu şəkildə qrafik. Təcil sabitdir, qrafik bu şəkildə zamandan asılılığı. Deməli, sürətin və P də impulsdur. Gələcək dərslərimizdə keçəcəyik. Yeyinləşən və yavaşlayan, yadınızdadır, K-nın qulağı, üçbucağın qulağı. S-in T-dən asılılığı, K-nın qulağı, C-nın qulağı. A bərabərdir əvəzləyici qüvvənin nisbəti AF-lə düzdür, təbii ki, M sabit olarsa, AM-lə tərsdir, əvəzləyici qüvvə sabit olarsa. A bərabərdir F əvəzləyici bölünsün M-də, uşaqlar, heç vaxtı qarışdırmayın. Ən azı bir iki qüvvə vardır. Çünki əvəzləyici qüvvə deyəndə bir qüvvə ilə razılaşmayın. Məsələn, dartı qüvvəsi var, onun əksinə sürtünmə qüvvəsi var, onu həmişə nəzərə alarsınız. Və buradan alınır ki, A2 nabirə nisbəti M1-in M2-yə nisbəti kimidir. Çıxatı hərəkət edən cismin qüvvəsinin düsturları. Bunu yadda saxlayın, test toplusunda da buna çox məsələ var, qəbula düşə bilər. F bərabərdir M-dan A-nın yerinə V bölək T yazmışıq. MV bölək T, 2MS bölək T kvadratı. Bunu S bərabərdir AT kvadrat bölü 2-dən A-nı tapıb yerinə yazmışıq. Və ya M vurulsun V kvadratsa V0 kvadratı bölünsün 2S. Mərkəzə qaçma qüvvəsinin düsturları. Mərkəzə qaçma təcilin düsturlarını əvvəlki dərsdən keçdiyimiz, yəqin ki, yadınızdadır. Bax, V kvadrat bölə yer omega kvadratı, əgər V omega hamısını kütləyə vursanız, bu şəkildə mərkəzə qaçma qüvvəsi olacaq. Əlavə olaraq da F bərabər 2Y kinetik bölə yer. Bax, bu ifadənin hər tərəfini 2-yə vursanız, bu ifadə alınacaqdır. Yaxşı, burada o yuxarıdakı düsturların açılışını var. Gəldi Newton 3-cü qanuna. Newton 3-cü qanunda əsas nəticədir. Nəticə odur ki, qarşılıqlı təsir zamanı. Bu nə deməkdir? Yəni, qarşılıqlı təsir zamanı birinci cisim ikinci cisimə hansı qüvvə ilə təsir göstərirsə, ikinci cisim də birinci cisimə eyni qüvvə ilə təsir göstərir. Bayaq dediyimiz kimi, tutalım ki, topa ayaqla zərbə vururuq. Ayağımız topa hansı qüvvə ilə təsir göstərirsə, top da ayağımıza həmin qüvvə ilə təsir göstərəcəkdir.
F1-2 bərabərdir -F2 1 vektorial şəkildə göstərmişəm. Yekun nəticə olaraq təsir əks təsirə bərabər kimi götürə bilərsiniz. Bu o deməkdir ki, Newtonun 3-cü qanununa görə qüvvələr qiymətcə bərabər istiqamətcə əks olacaq. Tutalım ki, iki kürə arasında cazibə qüvvəsinin nisbətini soruşur. Qarşılıqlı təsir qüvvələrinin nisbəti 1-dir. Və ya maqnit qarşılıqlı təsir qüvvəsini soruşur. Və ya amper qüvvəsinin qarşılıqlı təsirini soruşur. Bunların hamısının nisbəti nə olacaq? 1. Qəbulda da düşür. Ona mütləq fikir vermək lazımdır. Ona aid bir misal işləyə bilərəm. Məsələn, tutalım ki, M1 kütləli cisimdən M2 kütləli cisimdə qarşılıqlı təsir zamanı F2-nin F1-ə nisbətini soruşur. Cavab 1 olacaqdır. Bağlı cisimlərin hərəkətinə diqqət yetirsək, iki cür bağlı cisimin hərəkəti var. Biri bu şəkildə üfüqi səth üzrə dartılacaq, biri də blok şəklində dartılacaqdır. Deməli, bunun ən gözəl üsullarından biri tənasüb şəklində tapılmadır. Yəni, F hər ikisini dartır, M1 üstə gəlir. M2 tezgərmə isə yalnız M1-i dartır. Tənasüb kimi bu buna vurulur, bu buna vurulur, bu şəkildə cavab çıxır. Üstə nə olsa bu şəkildə tapılacaqdır. Tənasüb kimi də yaza bilərsiniz. Gəldik, deməli, bu şəkilə. Deməli, blokun bir tərəfindən M1, digər tərəfindən M2. Ona görə A bərabərdir M2 çıxaq M1 bölünsün M2 üstə gələ M1 vuraq J. Tezgərməni də görürsünüz bu şəkildə. Təcil yuxarı doğru yönələrsə MC plus A-dır, aşağı doğrusu MC minus A şəklində yadda saxlayacaqsınız.